Blok imtahanına düşə biləcək bu sualın izahına baxaq. Sualda deyir ki, sinifdəki şagirdlərin 5də 3 hissəsi oğlandır. Bu cümlədən artıq aydındır ki, şagirdlərin cəmi sayına biz 5K, oğlanlara isə 3K deyə bilərik. Ki, 5də 3 hissəsi oğlan olsun. Daha sonra isə buradan məlumdur ki, əgər 3K-sı oğlandırsa, qızlara da qalır 2K. Sonra deyir ki, qızların 40% əlaçıdır. Bizə lazımda əlaçı olmayan qızlar 40% əlaçıdırsa, onda 60% 100-dən 40 çıxaraq tapdıq. Əlaçı olmayandır. İndi 2K-nın 60%-ni tapaq görək neçə nəfər əlaçı deyil. Buradan da deməli 2 ilə 100 ixtisar etsək 50, sıfırlar getdi, 6K bölək 5. Bizə deyir ki, əlaçı olmayan qızlar bütün şagirdlərin neçə faizini təşkil edir. Əlaçı olmayan qızlar, yəni 6K bölək 5, x faizdirsə, neçə faizini təşkil edir, biz bunu axtarırıq. Bütün sinif isə 5K, yəni 100% idi. Buradan da tənasübü həll edərək x-i tapsaq, 5K düşər məxrəcə, 100 vuraq 6K bölü 5 də burada. Buradan K-lar getdi, 5 ilə 100 getdi, 20. 20 ilə 5 getdi, 4, 4-ü də 6-ya vurduq, 24%-ni təşkil etmiş olar. Cavab D variantı.